Axşam xeyir Şükür. Axşamın xeyir əminiz. Öncə bir dənə tez müəllim kabinetinə giriş izah eləyim. Deməli, müəllim kabinetində giriş necə olacaq? Hər bir müəllimə mən username vermişəm, pasportlarını da vermişəm, şifrələrini. Bir dənə birini çıxardım bazadan. Hər bir müəllimin öz username var. Öz kodu. Standart kodu. Girdi kabinetə. Cədvəl şagirdlər jurnal 4 bölmə var. Cədvəldə, məsələn, bu mənim cədvəlimdə əvvəlcədən qurmuşam. Cədvəldə nə eləmək olur? Əlavə dərs salmaq olur. Digər dərslər avtomatik jurnaldan əlavə olunur. Məsələn, qrupu seçirsiniz, vaxtı seçirsiniz. Məsələn, bugün yaratdım. Əlavə uğurla yaradıldı. Dərs düşdü. Keçəndə keçirildi vurursan. Əgər ləğv etsə, ləğv edildi vurursan. O sıfırlaya da bilirsən ki, keçirildik edə bilərsən. Bütün şagirdlər nədir? Bütün şagirdlər burada kursdakı bütün şagirdlərdir. Necə əlavə edirsən? Zip-Rate-dən İbrahim müəllim atdığı faylı birbaşa yükləyə bilirik. Mən onu yükləmişəm artıq. Şagirdlər var bazadakı. Ya da ki, ad soyadını doldurub, məsələn, Malik, Əjdər, atasının adı Salih. Nömrəsini doldurub, məktəb məsələn 20 nömrəli. Sinifdəki 3. Sektorunu seçirik. Akses kodunu da yaradırıq, əlavə edirik. Əlavə oldu. Məsələn, necə axtaraq göyə düşübmü? Malik. Malik. Sonra mənim şagirdlərin bölməsinin ona gəlirəm, birinci jurnala gəlim. Jurnalda nədir? Məsələn, demo qrup yaradıram. Qrupları buradan yaradırıq. Dərs saatları seçilir. Məsələn, birinci gün bu uşağın axşam saat 9-da dərsi var. 1 saatlıq. Gün əlavə edir, sonra bunun dərsi var. Məsələn, 6-cı gün. Yenə həmin saatda əlavə edirəm. Sonra yaradı vururam, qrup yaranır. Qrup yarandı. Aha, gəldi düşdü bura. Qrupda nə etmək olur? Qrupda şagirdlər əlavə eləmək olur. Məsələn, bayaq yaratdığım şagirdi seçirəm buradan. Əlavə edirəm bura. Və yaxud da seçməyib ID-sini yaza da bilərəm. Malik Əjdər çıxdı. Jurnalda nə etmək olur? Qiymətlər yazmaq olur. Məsələn, bugün 5-ci gündür, qiymət yaza bilmirəm. Amma gəl sabaha keçək. Sabah 6-cı gündür. Bu gün qiymətə yaza bilirəm. Məsuliyyət balı var. İndi meyarlaşdırmaq üçün əsas hissədən götürülür. Məsuliyyət, dərsdə aktivlik balı, bir də hesab balı. Ədad orta çıxardır, təsdiqlən vurursan. Bütün qiymətləri hər şagirdə yazdıqdan sonra yadda saxlan vurmaq lazımdır. Yadda saxladıqsa, uşağın şagirdin qiyməti düşdü. Hər hansıda bir günə keçib yenə qaydanda uşağın qiyməti orada qalır, 6 bal. İndi burada nədir? Səhifəni yeniləyim mənim şagirdlərimə baxmaq üçün. Fikir versiniz, qrupa əlavə elədim, o uşaq gəldi düşdü bura. Mənim şagirdlərimə də uşaqlar yenə belə əlavə. Məsələn, Ramal məndə hansı qrupdadır məsələn? Məsələn, 10-cu sinif Azərbaycan qrupu. Orada olduğu üçün əlavə olunub mənim şagirdlərim bölməsinə. Sonra nə var? Məsələn, jurnala qrup yaradanda gəlir düşür cədvələ, fikir versən. Üstə düşüb mənim digər dərsimin günü ilə. Məsələn, bax, 21:00-dan 10-a kimi. Birinci gündə də var, 6-cı gündə də var. Sadəcə mən üstə düşüb dərslər. Aha. Bu belə analiz bölməsi var. Analiz bölməsində analiz etmək istəyən sinifi seçirsən. Məsələn, 10-cu sinif. Bu günlük son 4 dərsin qrupca ortalaması var. Fərdi şəxsi yoxlaması, məsələn, Ramal seçirəm, son dərsdəki nəticəsinə baxa bilərəm. Belə line chart da var, bar qraf da var. Son 4 həftə, son 4 ay. Məsələn, burada niyə mart görsəndə? Çünki mən martda da qiymət yazmışam, yoxlamaq üçün ki, işləyir ya yox. Və yaxud illik. Bu il, ancaq bu ilki ərzində. Yanvar, fevral, mart aylarında qiyməti var deyə düşüb bura. Sonra, bəs uşaq kabinetə necə girir? Uşaq kabinetə girmək üçün ID-ni kopyalayır.
və sizin kodu, access kodu deyirsiniz uşağa. Qayıdır, çıxır buradan login bölməsinə şagirdə. Daxil olur. Burada uşağın qrupu, müəllimi, gündəlik aldığı qiymətlər görsənir. İmtahanlar varsa birbaşa heç imtahana öz kabinetindən qoşula bilir. Bir də ümumi kurs üzrə sıralama var. Bu bütün zamanların sıralamasıdır və ay ərzində. Ay ərzində də necə olur? Ümumi sıralama var. Onlar üçün əlavə imtiyazlar olacaq. Və ya kateqoriyası üzrə. Kateqoriyalarda necədir? Uşaq kateqoriyası var. Sonra başlayır 1, 2, 3, 4. Uşaq kateqoriyası 1-ci, 2-ci sinifdə, 3-cü, 4-cü, 1-ci kateqoriyadır. Belə arta-arta gedir 11-ci sinifə, 12-ci sinifə kimi. Belə, əlavə olduqca da izah verəcəm. Hələlik bu qədərdir. Oldu şükür. Sağ ol, görüşərik. Oldu, sağ ol abi.